Əcnəbi sahibkarlar bunu eləyəndə kifayət qədər əsəbləşirik, amma öz sahibkarlarımız, öz xalqına satdığı malın içinə tərkibində olmayan nələrisə qatanda şəxsən mən söz tapmıram. Düşünürəm ki, görəsən bu sahibkarların istehsal elədiyi məhsulları öz doğmaları, ailələri, qohumları yeməyəcəkmi? Bunu heç düşünmürlərmi? İndi diqqətinizə çatdıracağım xəbərə çox üzüldüm. Xüsusilə də ən sevimli şirniyyat markalarından birinin bu cür bir hərəkət eləməyi heç də ürək açan, xoşagəlimli deyil. Sponsor Saf Hospital. Azzanın istehsal etdiyi yağ məhsulunun satışı dayandırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Azza Agro Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan Fermazza əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən yağda bitki sterinləri ilə yanaşı yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.